Naxçıvan Dövlət Teleradiyosunda 45 ilə kimi bir fəaliyyət göstərmiş rejissor Faiq Abbasoğlu'nun Əsrin Güzgüsü Naxçıvan Teleradiosu 1932-ci ildən 2026-cı ilə kimi əhatə edən kitabının təqdimat mərasimində yürüşmüşük. Tədbirdə çıxış edənlər müəllifin yarım əsrdən artıq televiziya fəaliyyətini, Naxçıvan Teleradiosunun keçdiyi inkişaf yolunun araşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, kitab təkcə televiziya tarixini əks etdirən nəşr deyil, həm də müxtəlif dövrlərdə bu sahədə çalışan insanların zəhmətini, yaradıcı və texniki heyətin fəaliyyətini gələcək nəsillərə çatdıran mühüm tarixi mənbədir. Faiq müəllim bilavasitə burada çalışıb fəaliyyət göstərmiş və belə samballı kitabı ərsəyə gətirə bilmişdir. Çünki burada həm radionun yaranması və inkişaf tarixi, həm də televiziyanın yaranması və inkişaf tarixi müxtəlif nümunələr əsasında təqdim olunur. Yəni, televiziyada çalışan hər bir əməkdaş öz fəaliyyətini bu kitabda görə bilər. Çünki onların fəaliyyəti ilə yanaşı, həm də televiziya və radionun keçdiyi inkişaf yolu ilə bərabər onun texnik bazasının formalaşması, dövlətimizin həmin quruma göstərdiyi diqqət vaqağı geniş şəkildə öz əslini tapmışdır. Bu kitabın ən ümdə dəyərlərindən, ən vacib dəyərlərindən biri də odur ki, bu kitabda ömrünü bura bağlayan əməkdaşlar bizdən əvvəlki nəsilləri bizə və bizdən sonraki nəsillərə tanıdır. Yəni bu anlamda Naxçıvan Əsrin Güzgüsü kitabı, Naxçıvan Teleradiosuna həsr olunmuş bu kitab dünəndən bugünə və bugündən gələcəyə olan bir körpü rolunu oynayır. Bu baxımdan həm biz media mənsubları üçün, yəni Naxçıvan Teleradiosuna könül verən media mənsubları üçün nə qədər dəyərlidirsə və bir o qədər də növbəti illərdə, gələcək illərdə televiziya tarixini araşdıracaq gənc tədqiqatçılar üçün də həm də tutarlı, samballı bir mənbə rolunu oynaya bilər. Qeyd olunub ki, nəşrdə Naxçıvan Radiosunun 94, Naxçıvan Televiziyasının isə 63 illik inkişaf mərhələləri, ilk yaradıcı kollektivin fəaliyyəti, televiziya salnaməsində iz qoymuş şəxslərin həyat və yaradıcılığı, arxiv materialları, nadir fotolar və xatirələr geniş yer alıb. Kitabda eyni zamanda müəllifin şəxsi arxivindən istifadə olunaraq televiziya tarixinin müxtəlif dövrlərinə işıq salan maraqlı faktlar oxuculara təqdim edilir. Mərasimdə vurğulanıb ki, Əsrin Güzgüsü, Naxçıvan Teleradiosu media sahəsində çalışanlar, tədqiqatçılar, jurnalistika tələbələri və televiziya tarixinə maraq göstərən hər kəs üçün dəyərli mənbə olmaqla yanaşı, milli televiziya irsinin qorunmasına da mühüm töhfə verəcək. Mən bu kitabı varaqlayarkən, bu kitab mənə elə gəldi ki, bu Naxçıvan Televiziyasının ensiklopediyasıdır. Və bu doğrudan da belədir. Bu kitab Naxçıvan Televiziyası və radiosunun ensiklopediyasıdır. Yəni hər hansı, bayaq İsmail müəllim çox düzgün olaraq irad tutdu. Bu kitab haqqında, bu kitab kiməsə gənc tədqiqatçılara elmlər namizədi, elmlər doktorluğu müdafiə eləmək üçün bir mənbə rolunu oynayır. Əgər kimsə istəyir Naxçıvan Televiziyası, Naxçıvan Radiosunun keçdiyi bu yol haqqında ətraflı məlumat alsın, onun üçün arxivlərə getməyə ehtiyac yoxdur. Arxiv Faiq müəllim, bu kitabıdır Faiq müəllim, eşitdiniz, 800 kasetdən seçdiyi faktları, materialları bu kitabda yerləşdirir. Zəhmət, əmək və sərf olunan o zəhmət işıqlandırıldıqda, unudulmadıqda insan daha da böyük səylə çalışmağa çalışır, daha böyük nailiyyətlərə motivasiya olur və bir çox verilişlərim olub ki, Naxçıvan Televiziyasında o verilişlər üçün təşəkkürnamələr almışıq, o verilişlər üçün mükafatlandırılmışıq və bu gün Faiq müəllim bizim həyata keçirdiyimiz o layihələri böyük səylə çalışıb ictimaiyyətə təqdim etdiyimiz o proqramların adını o kitaba salıb, o kitabda əks olunub. Sonda müəllif Faiq Musayev çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib, nəşrin əsas məqsədinin Naxçıvan Teleradiosunun şərəfli tarixini, bu sahəyə ömrünü həsr etmiş insanların xidmətlərini unudulmamaq üçün gələcək nəsillərə çatdırmaq olduğunu bildirib. İkinci kitabımın təqdimatını keçirdik. Bunun üçün də Teleradiomuzun rəhbərliyinə, bütün əməkdaşlara, mənə yaxından köməklik edən yardım kütləmin əksik gəlmə köməkliyi ilə texniki işçilərə
öz dərin təşəkkürümü bildirirəm və bundan deyirəm ki, bu kitab axırıncı deyil. Yəni bunun ikinci hissəsi olacaq. Məsələn, siz gənclər elə zamanlar var ki, təzə gəlibdir. Mən orada getmişəm. Əsasən son əmək fəaliyyətindən 10 ilə kimi getmişəm. Sağlıq olsun, ikinci kitabda da, yaddan çıxan əməkdaşlar, təzə işə qəbul olunan əməkdaşlar, o illər ərzində yeni verilişləri ilə, yeni layihələrlə özünü təsdiq edən jurnalistlər, operatorlar, texnikçilər bunlar nəzərə alınır. Faiq Musayev müəllifi olduğu kitabları imzalayaraq oxuculara təqdim etdi. Biz də öz növbəmizdə müəllifi yeni kitabının nəşri münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq. Həsən Məmmədov, Məryəm Bababəyli, Samir Mehdiyev, Rafət Kərimov, NTV Xəbər.